Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecməin. Əmmə bə'd. Biz Umdətül Fiqh kitabını davam edirik. Namaz kitabında Bəbul İmamə, imamlıq bölümündəyik. İmamlığın şəni böyükdür. Allah Resulü sallallahu aleyhi ve sellem özü o imamlığı edibdir. Həmçinin Xulafə Raşidin, Allah onlardan razı olsun, bir imamlığı edibdir. Aynı fəqihlər ixtilaf ediblər ki, imamlıqda kim qabaqda olmalıdır? Quranı daha çox bilib düzgün oxuyan mı, yoxsa fəqih olan mı? Yəni, biri Quranı əzbər bilir və yaxud da ki, çox bilir, düzgün oxuyur. Biri çox bilmir, o mənada ki, əzbəri, amma fəqihdir. Bütün əhkamları bilir. Racih odur ki, ən çox bilən təqdim olunur imam olaraq. Əbu Məsud Əl-Bədri Əl-Ənsaridən radiyallahu anhudan rəvayət edir ki, demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demiştir: Yəummul qavmə əqra'uhum li kitabillahi. Qövmə imamlığı Allahın kitabını daha çox oxuyan edir. Yəni, daha çox bilən, düzgün oxuyandan söhbət gedir. Əgər onlar oxunuşda bərabərdirlərsə, hədisi davam edirik, sünnəni daha çox bilən, onlardan sünnəni daha çox bilən. Əgər sünnədə də bərabərdirlərsə, hicrətdə birinci olan, çünki birinci hicrətdir. Əgər hicrətdə də bərabərdirlərsə, İslamda əvvəldə olan. Bir kişinin sultanlığında imamlıq eləməsin. Nə deməkdir? Yəni, sənin iş yerindir, sənin evindir. Bu yerlərdə gəlib kimsə namaz qıldıranda sənin icazən olmadan o imamlıq edə bilməz. Hətta Quranı belə əzbər bilsə bilir. وَلَا يَقْعُدْ فِي بَيْتِهِ عَلَى تَكْرِيمَتِهِ إِلَّا بِإِذْنِهِ. Evində isə yalnız izni olan yerdə otura bilər. قال الأشج في روايته مكان سلما سنا. قال الأشج في روايته. Əşşəc öz rivayətində demişdi ki, başqa rivayətdə yəni gəlmişdi ki, İslamda qabaqda olan, sin sözü keçir burada, İslamı birinci olan. Əgər insanlar bərabərdirlərsə bu şeylərdə, onda kimin ki İslamı əvvəldir, o imamlığı eləyəcəkdir. Buxari Rəhməllah deyir ki, bölüm açaraq, Bəbu İmamətil Abdi vəl-Məvlə, qulun imamlıq eləməsi bölümü. Qul bir kəs imamlıq edə bilərmi? Ayşə radiyallahu anhə, ona qulu var idi, Zəkvan, qulun adı Zəkvan idi. O imamlıq edirdi, mushafdan oxuyardı. Quranı, yəni təravih namazını qıldıranda üzdən oxuyardı onun üçün. Və vələdil bəğiyyi vəl-ə'rabiyyi vəl-ğunəmilləzi ləm yəhtəlim. Yəni, hansı ki, həddi buluğa çatmamışdı. Həmin kəs. Sonra deyir ki, Ərablardan bir oğlan, bir quləm, hansı ki, həddi buluğa çatmayıbdır. Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünə görə həmin kəs imamlıq edə bilər. Həddi buluğa çatmayan kəs. Yəni, deyir ki, Yəummuhum əqra'uhum li kitabillahi. Allahın kitabını daha çox oxuyan imamlıq edir onlara. Abdullah ibn Ömərdən, radiyallahu anhumədən gələn hədisdə deyir ki, Ləmmə qadiməl muhacirunəl əvvəlunəl usbə məvdi'un bi Qubəin qablə məqdəmi Rasulullah sallallahu aleyhi ve sellem. Kənə yəummuhum Salimun məvlə Əbi Hüzeyfət və kənə əksəruhum Qur'anən. İbn Ömərdən gələn hədisdə deyir ki, o vaxt ki, muhacirlər, birinci muhacirlər, bir toplum gəlmişdilər Quba məscidin yanına. İndiki Quba məscidi var da, yəni.
həmin yerə gəlmişdilər. Peyğəmbər sallallahu gəlməmişindən öncə onlar gəlmişdilər. Səlim Əbu Hüzeyfənin qulu var idi. Səlim. O deyir, onlara imamlıq edərdi. Onların ən çox Quranı biləni idi deyir. Vəl muradu bilafza aqra'uhum. Yəni burada dedi ki, onların ən yaxşı oxuyanı, yəni ən gözəl oxuyandan söhbət gedir. Hansı ki, tam olaraq Quranı oxuyur, hərfləri öz məxrəcindən çıxardır və gözəl şəkildə onu deyir. Və ən yəkunu əktəruhum hifzan lil-Quran və Quranı da çox əzbər bilən olmalıdır. Ömər ibn Xattab radiyallahu anhu o vaxt ki, müsəlmanları görür ki, təravih namazını ayrı-ayrı qılırlar, onları bir imamın arxasında neyir? Cəm edir. Yəni, görəndə kələsi bir imamın dalında qılır, onları bir imamın arxasında cəm edir. Onlar üçün bir oxuyan seçir, o da Ubey ibn Kəbi seçir ki, bunlara imamlıq elə gələn. Hədis Buxarədədir. Peyğəmbər s.ə.v-in hədisinə əməl olaraq Yəummul qavmə əqra'uhum li kitabillahi. Bir qövmə Allahın kitabını daha gözəl oxuyan kəs imamlıq edir. Yəni, həm gözəl oxuyan, həm də ki, əzbər bilən. Ənəs ibn Məlikdən, radiyallahu anhudan gələn hədisdə demişdi ki, Allahın Resulü s.ə.v demişdir. Və əqra'uhum Ubey ibn Kəb. Onların ən gözəl oxuyan Ubey ibn Kəbdir. Quranı gözəl oxuyan, hədis Tirmizidə səhih olaraq. İbn Abbasdan gələn hədisdə demişdi ki, Ömər radiyallahu anhu demişdi ki, Əqra'una Ubey. Bizim ən gözəl oxuyanımız Ubeydir. Ubey ibn Kəb yəni. Və yaxud da ki, Ubeyyun Əqra'una. Eyni mənən daşıyır. Və an Ubey ibn Kəb radiyallahu anhu. Ubey ibn Kəbdən gələn hədisdə, Allah ona razı olsun, demişdi ki, Allahın Resulü sallallahu aleyhi ve sellem demişdi ki, Ya Əbəl Munzir. Künyəsi nə idi? Ubey ibn Kəbin. Əbəl Munzir. Əbul Munzir. Ətədri əyyü əyyətin min kitabillahi ma'aka azam. Allahın kitabında ən əzəmətli olan ayə hansıdır bilirsənmi? Demişdi ki, Allahu la ilahe illa huvel hayyul qayyum. Ayətul Kursi ən əzəmətli ayədir Allahın kitabında. Bunu oxuyanda Peyğəmbər sallallahu əleyhi və səlləm sinəmə belə vurdu deyir, əlini. Dedi ki, vallahi la yahnikal ilmu Əbəl Munzir. Allahın olsun ki, elm, yəni iki mənada daşıyır. Sənin üçün ey Əbəl Munzir, elm sənə xoş olsun, nuş olsun və yaxud da sənin sinən elmdən dolubdur. Yəni bu mənada bir hədis, əl-hədis. Amr ibn Sələmədən gələn hədisdə demişdi ki, فَنَظَرُوا فَلَمْ يَكُنْ أَحَدٌ أَكْثَرَ قُرْآنًا مِنِّي لِمَا كُنْتُ أَتَلَقَّى مِنَ الرُّكْبَانِ. Amr ibn Sələmə uşaq olur öz qövmün içində. Quranı necə öyrənir? Kimlər ki, müsəlmanlardan gəlib oradan keçəndə həmişə onlardan Quran öyrənilmiş. Həmin qövmdə Quranı bu çox bildiyi üçün, Amr ibn Sələmə çox bildiyi üçün bunu imam qoyurlar. Təxmini ömrüm, yaşım deyir 6-7 yaş arasıdır. 6-7 yaşım var. Quranı çox bildiyi üçün ki, Allah Quranla tək qaldır insanı. Demək, hətta buluq çatmasa belə uşaq ən çox biləndirsə də imamlıq edə bilər, yəni 6-7 yaş belə. Əgər oxunuşda əzbərdə bərabərdirlərsə, onda yaşda böyük olan qabaqda olur. Buxar Rəhmanullah bölüm açaraq bildirir ki, İddəstəvəv fil qiraəti fəliyyəumməhum əkbəruhum. Bölüm açaraq bildirir ki, əgər onlar oxunuşda da bərabərdirlərsə, onda yaşda böyük olanı imamlıq edir. Məlik ibn-i Xuveyris radiyallahu anhudan gələn hədisdə deyir ki, Ən-Nəbi sallallahu aleyhi ve sellemin yanına gəldim, finəfərə min qavmi. Yəni, öz qövmümdən bir nəfərlə gəldim Peyğəmbər sallallahu yanına və əqamna indah, onun yanında 20 gecə qaldıq. Bizə çox rəhmli oldu, çox yumuşaq oldu. Gördük ki, biz öz əhlimiz üçün darıxmışıq. Dedi ki, gedin, qaydın, fəkunu fihim, gedin öz əhlinizin içində olun və allimuhum, onları örgədin. Və sallu, namaz qılın. Fə idə hadaratis salat, namaz vaxtı gəldikdə sizlərdən biri azan versin sizin üçün
ən böyüyünüz də imamlıq eləsin. Hədis Buxari Müslimdədir. Məlik ibn Hüveyris deyir ki, Hüveyris radiyallahu anh deyir ki, və onun daha doğrusu Peyğəmbər sallallahu əleyhi və səlləm Məlik ibn Hüveyris də onun sahibinə Hüveyrisinin və onun sahibinə yəni yoldaşına deyir ki, namaz gəldikdə sizlərdən biri azan versin, sizlərdən ən böyüyü isə imamlıq eləsin. Və kənət qiraətuna mutaqaribə. Bizim deyir qiraətimiz yaxın idi. Başqa rivayətdə deyir ki, əzzinə və aqimə və liyəumməkumə əkbərukumə. Deyir, azan verin ikinizdən. İkinizdə namaz qıldırın, ikinizdə iqamə verin və sizlərdən ən böyüyü imamlıq eləsin. Sizlərə, ikinizə. Və qalə Məlik və Şəfi'i və əshabuhuma Məlik ibn Ənəs, İmam Məlik yəni və Şəfi'i rəhməhullah və onların ashabları Əl-əfqahu muqaddamun ələl-əqra. Əqra həmzə ilə. Demək, fəqih olan daha çox əzbər biləndən qabaqda durmalıdır. Yəni ki, namazın əhkamlarını tam olaraq bilən bir kəs, harada xat elədikdə necə olmalıdır, namaz fikrini bilən kəs, belə deyək, o çox biləndən qabaqda olmalıdır. Yəni, o qıldırmalıdır namazı. Çünki namazda elə bir şey baş verər ki, həm insan bilməz ki, yəni Quranı əzbər bilir, amma bilməz ki, orada necə eləmək lazımdır. Amma fikri kamil olan kəs isə bunu bilir. Hansı yerdə nəyi etmək lazımdır. وَاسْتَدَلُّ عَلَى أَنَّ الْأَفْقَهَ وَالْأَعْلَى مُقَدَّمٌ عَلَى الْأَقْرَبِ بِتَقْدِيمِ أَبُو بَكْرِ رَضِيَ اللّٰهُ عَنْهُ عَلَى أُبَيْ بْنِ كَعْبٍ. Bunu nəyə dəlil gətiriblər? Biz qabaqda götürdük ki, Ubey ibn Kəb radiyallahu anhu, Əbul-Munzir Quranı ən gözəl, ən gözəl oxuyan və ən çox əzbər bilən idi. Yəni. Ona baxmayaraq, Peyğəmbər s.ə.v özü imamlıq edə bilmədiyi vaxtı Əbu Bəkir imam təyin eləmişdi. Demişdi ki, cəmaata namaz qılırsın. Məlumdur ki, Ubey ibn Kəb şeydən, Əbu Bəkirdən daha aqra idi. Quranı daha çox əzbər bilən və daha düzgün oxuyan idi. Yəni bunu dəlil olaraq gətirdilər. Fəqih, Əbu Bəkir fəqih idi. Ona görə fəqih, yəni bunu dəlil gətirirlər ki, fəqih namaz əhkamlarını daha dəqiq bilən şeydən, daha çox oxuyandan, əzbərçidən qabaqdadır. İmamlığı etməlidir. Biri daha çox əzbər bilir, biri ondan az bilir, amma namazın əhkamlarını hamısını bilir. Buxari rəhməhullah bölüm açaraq bildirir ki, əhlül ilmi vəl fadl haqqu bil imaməti. Elm əhli və fəzilət əhli imamlığa daha haqlıdır. Beləncə bir bölüm açır. Çünki burada söhbət nədən gedir? Söhbət gedirdi ki, daha çox əzbər bilənmi, yoxsa daha çox fəqih olanmı qabaqda olmalıdır. Bölüm açır, deyir ki, Anil Əsvad və Əbi Musa, Əsvaddan, Əbi Musadan rəvayət olunur ki, Ayşə radiyallahu anhanın yanındaydık deyir. Fədəkərnəl muvazabətə aləs-salati və ta'zim. Namazın üzərində vəzifəli olmağımızı, onu təzim eləməyimizi ona zikr elədik. Ayşə radiyallahu anhə yəni. O da dedi ki, o vaxt ki Peyğəmbər sallallahu aleyhi ve sellem xəstələnir, hansı ki o xəstəliyindən də dünyasını dəyişmişdi. Namaz vaxtı gəldikdə azan verilmişdi və demişdi ki, Əbu Bəkirə əmr edin ki, cəmaata namaz qıldırsın. Ona deyiləndə ki, Əbu Bəkir çox yumuşaq bir kəsdir. Sənin məqamında dursa, onu bacarmayacaq. İnsanlara namaz qıldırdığı halda yəni. Və Peyğəmbər s.ə.v təkrarlayır, bunlar da təkrarlayırlar. 3 dəfə olur, axırda deyir ki, qadınlara, Ayşəyə deyir, deyir, siz qadınlara deyir. İnnəkunnə səvahibu Yusufə muru Əbu Bəkrin fəlyusalli binnə. Siz deyir, Yusufun sahiblərisiniz. Səvahib kimdir? O vaxtı Əzizin arvadı qadınları yığanda bir yerə ki, onları qonaqça ikram edir. Amma əslində Yusufun gözəlliyini göstərmək istəyirdilər. Yəni, niyə? Siz
Yusifin sahiblərisiniz. Əbu Bəkr əmrlə bu insanlara namaz qıldırsın. Beləsi bir söz deyil. Və innəmə qaddəməhu Nəbi sallallahu əleyhi və səlləm min beyni sahabəti li'ilmihi və fadlihi. Yəni sahabələrin arasında elmi ilə, fəziləti ilə bilinəni qabağa çəkdi və bunu əmr elədi. İctəmə aleyhi əhl-i sünnət və cəmaət. Bunun da üzərində əhl-i sünnət və cəmaət cəm oldu. Və dəllə alə ennəl a'ləm vəl-əfqah vəl-əfdəl müqəddəm aləl-əqrab. Bu da dəlalət edir ki, daha çox bilən, daha çox fəqih olan bu daha çox əzbər biləndən qabaqda olması əfsəldir. Və əzharul əqvali mə qaləhu Şeyx İbn Ütheymin rəhməhullah. Ən zahir olan, qövlərin ən zahiri olanı İbn Ütheyminin sözüdür ki, və minəl ma'lumi ənəhu edə ictəmə şəxsən. Məlumdur ki, iki şəxs bir yerdə cəm olarsa da. Onlardan biri çox gözəl oxuyur. İkincisi isə oxuyur, amma namaz əhkamının fikrində daha çox bilir. Yəni, biri təcvid əhkamlarını, məxrəcləri, lazımı kimi yerindən çıxarır. Biri də oxuyur, namazı oxunuşda səhih, düzdür. Amma namaz əhkamlarını daha çox bilir. Şək yoxdur, ikinci birincidən namazda daha güclüdür. Namazı, əməllərini yerinə yetirməkdə daha güclüdür. Liyənnə dəlikəl əqrəə rubbəmə yusri'u fil-ruku'i əv fil-qiyami ba'də ruku. Ola bilsin ki, əzbəri daha çox bilən rukuda tələsər, rukudan sonra və yaxud da qiyama qalxdıqda tələsər, səhv edər, bilməz ki, səhvi necə idarəsini eləmək lazımdır səhv etdikdə. Amma namazı bilən o dərk edir ki, harada nəyi necə etmək lazımdır. Düzdür yoxsa yox? Namazı fəqih bilməlidir. Bu deyir, ən racih olan sözdür. Sonra İbn Qudamə davam edərək bildirir ki, namazı zay olan kəsin arxasında namaz qılmaq səhih deyil. Gələn səfər davam edərək. Allah təala ki, bizlər işdə faydalardır.